Artıq milli brendə çevrilmiş Interfood Azərbaycan və Kaspian Agro sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində Xəzər regionunun ən böyük sərgiləridir. Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və mayın 16-sına dək keçiriləcək Interfood Azərbaycan və Kaspian Agro sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. İştirakçı və ziyarətçilərin istəkləri nəzərə alınaraq bu il sərgilər 4 gün davam edəcək. Sərgilərin coğrafiyası dünyanın bir çox yerini əhatə etməklə olduqca genişdir. Burada Amerika Birləşmiş Ştatları, Çin, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı kənd təsərrüfatı istehsalçıları məhsullarını nümayiş etdirir. Qeyd eləyək ki, Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində təmsil olunur. Sərgilərin nüfuzunu və ölkə üçün əhəmiyyətini dövlət başçısının bu tədbirlərdə iştirakı da vurğulayır. Bu artıq bir ənənəyə çevrilib və bu il də istisna deyil. Dövlətimizin başçısı İtaliyanın stendi ilə tanış oldu. İtaliya Respublikasının milli qrupunda ümumilikdə 7 şirkət təmsil olunur. Onlar müxtəlif kənd təsərrüfatı məhsullarını təqdim edirlər. İtaliya bu sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Qeyd eləyək ki, bu ölkə 10 ildən çoxdur ki, sərgilərdə iştirak edir. Sərgilər Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Eyni zamanda sərgilərə Qida Təhlükəsizliyi Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, Qida və İçki Sənayəçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycanın Sərgi Təşkilatçıları Assosiasiyası fəal şəkildə dəstək verir. Almaniya da sərgidə mütəmadi olaraq iştirak edir. Almaniya milli qrupunda kənd təsərrüfatı məhsullarını təqdim edən 8 şirkət təmsil olunur. Bu şirkətlər yalnız Almaniya deyil, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dünyanın tanınmış şirkətləridir. Qeyd eləyək ki, Almaniya 5 ildir ki, sərgilərə qatılır.
Cənubi Koreyanın stendində 3 şirkət təmsil olunur. Onlar kənd təsərrüfatı məhsulları sahəsində tanınmış şirkətlərdir. Şirkətlər meyvə soyma və emal avadanlıqları, meyvə bağçılıq materialları üzrə ixtisaslaşıblar. Eyni zamanda şirkətlərin biri süni intellektə əsaslanan sistemlə ağıllı heyvandarlıq monitorinqi və idarə etməsi sahəsində xidmətlərini təklif edir. Cənubi Koreya artıq 2-ci ildir ki, sərgidə iştirak edir. Kənd Təsərrüfatı Nazirliyi bu ildə sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə Nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunub. Sərgilər çərçivəsində Nazirlik süni intellektin tətbiqi ilə bağlı bir neçə layihəni iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məsələlərdən biri Azərbaycan universitetlərində süni intellekt istiqamətində təhsil alan tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır. Bu il Interfood Azərbaycan sərgisi öz 30 illik yubileyini qeyd edir. Bu illər ərzində 50-yə ölkədən 3000-dən çox şirkət və 150 mindən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanıb. Burada təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayesi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkan yaradır. Eyni zamanda sərgi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək onun möhkəmləndirilməsinə də töhfə verir. Prezident İlham Əliyev Gürcüstanın stendi ilə də tanış oldu. Gürcüstan Milli Qrupunda 8 şirkət var. Onlar əsasən qida məhsullarını təqdim edirlər. Gürcüstan da bu sərgilərə böyük maraq göstərir. İndiyədək bu ölkə 10 dəfə sərgilərdə təmsil olunub. Kaspian Agro kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Bura kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçıları, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, məhsulların distributorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar toplaşır.
Sərgidə smart agro istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, informasiya texnologiyaları xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və Green Agro bölmələri də yer alır. Belarus da sərgilərə böyük maraq göstərən ölkələrdəndir. Milli stenddə qida məhsulları istehsal edən 15 şirkət təmsil olunur. Onlar pendir, ətin qablaşdırılması və emalı, süd sənayesi kimi sahələrdə ixtisaslaşmış şirkətlərdir. Bundan başqa, Belarusun kənd təsərrüfatı texnikası da sərgidə geniş təmsil olunur. Qeyd eləyək ki, 10 ildən çoxdur ki, bu ölkə sərgilərdə iştirak edir. Sərgilər Made in Azərbaycan brendinin təşviqi üçün də əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də Caspian Agro və Interfood Azərbaycan sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Uzun illərdir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi sərgiləri fəal şəkildə dəstəkləyir. Kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stend təşkil edir. Şirkətlər bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr quraraq inkişaf edir. Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək ölkənin ixrac potensialının artırılması, xarici investisiyaların cəlb edilməsinə imkan yaradır. Eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır.
Sərgilərin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq Kaspian Agro və Interfood Azərbaycan 2026-cı ildən etibarən yeni AgriWeek brendi altında keçiriləcək.